Salam dostlar, bugün sizler için çok xüsusi hem görünüşü hem de dadı ilə hər kəsə heyran edən boranlı plov hazırlayıram. Əvvəlcə boranını götürürük, yaxşıca yuyub təmizləyirik. Üst hissəsini qapak kimi kəsirik və içini təmizləyib tumlarını çıxarırıq. Kənarda isə biraz düyümüzü bişirib hazır edirik. Bişmiş düyünü boranın içərisinə yığmağa başlayırıq. Aralarına biraz kərə yağı, sarı kök və zəfəran əlavə edirik ki, həm ətirli, həm də qızılı rəngdə parıldasın. İndi isə ən dadlı hissəyə gəlirik. Ətli içlik. Soğanla birlikdə qovrulmuş qiyməyə şabalıd, biraz turşu və ədviyyatlar əlavə etmişəm. Qiymə o qədər gözəl qızarır ki, par-par parıldayır və mətbəx mis kimi ətrə bürünür. Bu ləzzətli qiyməni düyünün arasına qat-qat yerləşdirirəm. Hər qatdan sonra biraz zəfəran və sarıkök səpirəm. Sonda isə boranın qapağını örtürəm və sobaya yerləşdirirəm. Sobada boranı yavaş-yavaş bişir, içindəki düyü dəm alır. Yağla zəfəranın ətri bütün yeməyə yayılır. Nəticədə boranın yumşaq, düyü dənə-dənə, içli isə möhtəşəm ləzzətli olur. Sobadan çıxardıqdan sonra boranını dilimləyirəm. İçindən çıxan o buxar, o qoxu, o rənglər, hər şey mükəmməldir. Videonu bəyəndinizsə like etməyi və kanalıma abunə olmağı unutmayın.